45 yaşlı qadından gəlib etiraf. Достала всех на работе выдуманными правилами, но ничего не могу поделать. Бешусь, когда что-то не по-моему. Желание порядка и чтобы все было по плану значительно портит качество моей жизни. Прям бешусь и раздражаюсь, когда что-то идет по-другому, хотя головой понимаю, что ничего страшного не случится. Зачем мне это не понимаю? Тошнит от всего. Люди доставала вечно на работе своим выдуманным порядком, а ведь у всех свой порядок. Тырнақ içində. Голова уже болит от этих мыслей. On 12 yaşından gəlib növbəti etiraf. Deyir ki, mən insanlara çox tez bağlanıram. Даже не замечаю, как это происходит. Что делать, если я слишком быстро привязываюсь к людям? Если я буду общаться с человеком неделю или месяц, то я обязательно привяжусь к нему. Я даже не замечаю, как это происходит. Növbətçidə isə deyir ki, həyat yoldaşına qarşı maraq yoxa çıxıb, itib, necə geri qaytarmaq olar? Bunun həddini yazıb ki, hətta bu həddə gəlmişəm. 28 yaşdan gəlib etiraf, 8 ildə evliyik, sevirik bir-birimizi. Hər şey qarşılıqlı münasibətlərdə qarşılıqlı anlayışla gedirdi. Amma zaman keçdikcə mənim artıq ona qarşı istəyim yoxa çıxıb. Əvvəllər yenə detallara girib, hansı ki, toxunmaq istəmirəm mövzulara. İşdə yoruluram, evdə isə uşaqla məşğulam. Adajda yenə də bir situasiya yazıb ki, burada belə idi. Dediyi situasiyanı izah eləmək üçün ki, nə edə bilərəm də, bu hallarda bu baş verir. İstəyirəm ki, dəyişim, maraq geri qayıtsın, əvvəllər olan münasibət indi də davam eləsin də. Bir partnyorla uzun müddət ilişkini dəstəkləmək bir çox insanın xoşladığı bir şeydir. Hər nə qədər də bəziləri başqa olduğunu anlasa da, etiraf eləsə də və bu da istəmir başqası ilə münasibət və qurtarmaq istəyir ilişkini.